Salam əziz abituriyentlər, Üzeyir Paşa kanalında hər birinizə xoş gördüm. Bugün 2025 riyaziyyat 2-ci hissə test toplusundan trigonometri funksiyaların birinci mövzusu, bucağın radian və dərəcə ölçüsü istənilən bucağın trigonometri funksiyaları olan hissəsindən tapşırıqların həllinə baxacağıq. Birinci tapşırıqda bizə deyir ki, 40 dərəcəli bucağı radianla ifadə edin. Bucağı radiana çevirmək üçün biz onu pi böl 180'ə vurmalıyıq. Burada hər birini biz ixtisar etsək əgər 20'yə, bu 2 dəfə düşəcək, bu da 9 dəfə düşəcək, cavab edəcək 9'da 2 pi. Yəni cavabımız olacaq A variantı. Radiana çevirmək üçün deməli biz pi böl 180'ə vuracağıq. İkinci tapşırıqda deyir ki, radian ölçüsü pi böl 5 olan bucağın dərəcə ölçüsünü tapın. Əgər biz pi'nin dərəcə ölçüsünü bilmək istəsək 180 dərəcədir. Pi bölünsün 5'i tapanda 180'i onda 5'e bölməliyik. 180'i də 5'e böləndə cavabda alacağıq 36 dərəcə. Cavabımız olacaq A variantı. Baxaq üçüncü tapşırığa. Üçüncü tapşırıqda bizə deyir ki, 3 sinus pi çıxılsın 4 kosinus pi üstə gəlsin 2 tangens pi bölünsün 4. Sinus pi yəni 180 dərəcə, sinus 180'də alır. Əgər bilməyənlər belə yaza bilərlər. 3 sinus 180 dərəcə çıx 4 kosinus 180 dərəcə üstə gəl 2 tangens 180'ə 4'ə böləndə də eləyəcək 45 dərəcə. Sinus 180'də alır 0, 3 vurulsun 0 çıxılsın 4 vurulsun kosinus mənfi 1 alır üstə gəl 2 vurulsun tangens də 45'də 1 alır. 3'ü 0'a vuranda 0, bu getdi, mənfi 4 mənfi 1'ə dəyəndə edir 4, üstünə də gələcəm 2, cavab edəcək 6, yəni A variantı. Baxaq dördüncü tapşırığa. Beş kosinus 3 pi böl 2 çıx 2 sinus 3 pi böl 2 üstə gəlsin 3 kotangens pi böl 4. Pi'nin qiyməti biz bilirik ki 180'dir. 3 pi böl 2'ni hesablamaq üçün 3 vur 180 böl 2. Burada ixtisar etsək, böyləcə 270. Yəni 5 kosinus 270 çıxılsın 2 sinus 270 üstə gəl 3 kotangens 180'i də 4'ə böləndə 45 dərəcə. Kosinus 270 dərəcədə 0 alır, 5 vurulsun 0 çıxılsın sinus 270 dərəcədə mənfi 1 alır. Üstə gəlsin 3 kotangens 45'də 1 alır. Bu hissənin cavabı 0'dır. Mənfi 2'ni mənfi 1'ə vuranda 2, üstə gəlsin 3 bizə verəcək 5. Yəni cavabımız olacaq C variantı. Dördüncü tapşırıqda. Beşinci tapşırıqla gəlin davam edək. Beşinci tapşırıqda sinus 60 üstə gəlsin kosinus 30 vurulsun tangens 60 dərəcə bərabərdir. Sinus 60'ın qiyməti biz bilirik ki kök altında 3 bölünsün 2, kosinus 30'un da qiyməti kök altında 3 böl 2, tangens 60'ın da qiyməti kök altında 3'dür.
Ortaq məxrəci yazsaq əgər biz 2, onda kök altda 3-ləri toplamalıyıq. Edəcək bizdə 2 kök altda 3 vurulsun kök altında da 3. Burada 2-lər ixtisar getsə, kök altda 3-ü kök altda 3-ə vursaq, kök altda 9. Bundan da cavab 3 alarıq. Yəni 5-də C variantı olacaq. Baxaq 6-cı tapşırığa. X bərabərdir pi bölü 4 olduqda Rx bərabərdir kosinus 2x çıxılsın sinus 4x çıxılsın tangens x bərabərdir. Deməli biz burada x-in yerinə pi bölü 4 qoyacağıq. Yəni J pi bölü 4 bərabərdir kosinus 2 vurulsun pi bölü 4 çıxılsın sinus 4 vurulsun pi bölü 4 çıxılsın tangens pi bölünsün 4 bərabərdir. Burada 2 ilə 4-ü ixtisar edərəm, bir dəfə, 2 dəfə edər kosinus pi bölü 2 çıxılsın. Burada 4-ləri ixtisar edərik, alınar sinus pi çıxılsın tangens pi bölü 4. Pi'miz 180 dərəcə olduğuna görə 180-i 2-yə böləndə edəcək 90, kosinus 90 dərəcə çıxılsın sinus pi'miz 180 dərəcədir. Çıxılsın tangens 180-i 4-ə böləndə 45 dərəcə. Və bu dərəcələrin uyğun qiymətini yerinə qoyuruq. Kosinus 90-da 0 alır. Çıxılsın sinus 180 dərəcədə 0 alır. Tangens isə 45-də 1 alır. Bunları nəzərə almasaq, cavabımız mənfi 1 edəcək, yəni B variantı. Yeddinci tapşırıqla davam edək. Yeddinci tapşırıqda x bərabərdir pi bölünsün 6 olduqda fx bərabərdir kosinus 2x çıxılsın sinus 3x çıxılsın tangens 6x-in funksiyasının qiymətini tapın. Yəni f pi bölü 6 bərabərdir. Harada x görürsə yerinə pi bölü 6 qoyuruq. Kosinus 2 vurulsun pi bölünsün 6 çıxılsın sinus 3 vurulsun pi bölü 6 çıxılsın tangens 6 vurulsun pi bölünsün 6 bərabərdir. Burada ixtisar aparsaq 1 dəfə, 3 dəfə, 1 dəfə, 2 dəfə. Burada da 6-ları ixtisar etsək, qalar burada kosinus pi bölünsün 3 çıxılsın sinus pi bölünsün 2 çıxılsın tangens pi alarıq. Pi'nin 180 dərəcə olduğunu bilərək 180-i 3-ə bölsək, alarıq kosinus 60 dərəcə çıxılsın sinus 180-i 2-yə böləndə 90 dərəcə çıxılsın tangens 180 dərəcə bərabərdir. Kosinus 60-da biz bilirik ki 2-də 1 alır, sinus 90-da 1 alır, tangens 180-də isə biz bilirik ki qiyməti 0-a bərabərdir. Buradan da cavab alacağıq. 2-də 1-dən mənfi 1 çıxanda cavab edəcək mənfi 2-də 1 və yaxud da mənfi 0,5. Cavab olacaq C variantı. 8-ci tapşırıqla davam edirik.
8-ci tapşırıqda bizə sinus alfa vurulsun kosinus alfanın qiymətini istəyir. Biz bilirik ki, sinus alfa düzbucağı üçbucaqda bucağın sinusu bərabərdir qarşısındakı katetin hipotenuza nisbətinə. Alfanın qarşısında qalan katet A-dır, hipotenuz C-dir. A bölünsün C. Kosinus alfa isə bucağın kosinusu ona bitişik olan katetin hipotenuza nisbətidir. Yəni B bölünsün C-dir. Sinus alfa vur kosinus alfa qiyməti A bölünsün C vurulsun B bölünsün C-dir. Bu da A vur B bölünsün C kvadrat edəcək. A vur B bölünsün C kvadrat da B variantındadır. Baxaq 9-cu tapşırığa. A bərabərdir kosinus 243 dərəcə, B bərabərdir kosinus 350 dərəcə. Ədədlərin işarələrini müəyyən edin. Bizə gəl vahid çevrə çəksək burada. Vahid çevrə çəksək. Bura kosinus oxumuz. Burada sinus oxumuzdur. Biz kosinus oxunun deməli kosinus funksiyasının 1-ci və 4-cü rüblərdə müsbət olduğunu bilirik. Kosinus 243 dərəcə, burası 0, 90, 180, 270 və buranda 360 dərəcə kimi qeyd etsək, 243 dərəcə 180 ilə 270-in arasındadır. Burada yerləşəcək. 240, bu 3-cü rübün bucağı olduğuna görə 3-cü rübdə kosinus mənfidir. 350 dərəcə isə 4-cü rübdə yerləşəcək. 4-cü rübdə yerləşəcək. 4-cü rübdə kosinusumuz müsbətdir. Deməli, buradan aydın oldu ki, A mənfi olduğuna görə A sıfırdan kiçikdir. B müsbət olduğuna görə B sıfırdan böyükdür. Bu da bizə verəcək Y variantını. Cavabımız olacaq Y variantı. 10-cu tapşırığına davam edək. Alfa bərabərdir pi bölü 6 olduqda 2 kosinus pi bölü 6 çıxılsın 2 sinus pi bölü 6 ifadəsini hesablayaq. Yəni alfaların yerinə pi bölü 6 qoyuruq. Pi bölü 6-mız bilirik ki 30 dərəcədir. Yəni 2 kosinus 30 dərəcə çıxılsın 2 sinus 30 dərəcəni hesablamalıyıq. 2 vurulsun kosinus 30 dərəcəmiz biz bilirik ki kök altında 3 bölünsün 2'dir. Sinus 30 dərəcəmiz 2'də 1'dir. Uşaqlar var ki buradan 2'nin mötərizə xaricinə çıxardırlar, ehtiyac yoxdur. Bu 2'lər ixtisar gedəcək. Cavab olacaq kök altında 3 çıxılsın 1. Yəni B variantı. Baxaq 11-ci tapşırığa. Alfa bərabərdir pi bölü 6, yəni 30 dərəcə, 180-i 6-ya bölürük. Gətirib qoyuruq yerinə 2 sinus, alfanın yerinə 30 dərəcə, üstə gəl kosinus, diqqətli olaq, burada 2 alfadır, yəni 2 vurulsun 30 dərəcə. Bu da bərabərdir 2 sinus 30 dərəcə, üstə gəlsin kosinus, bu edəcək artıq 60 dərəcə. Uyğun qiymətlərini yerinə qoyuruq, 2 vurulsun 2'də 1, üstə gəl, kosinus 60 da elə 2'də 1'ə bərabərdir. Burada 2'də 1, 2'lər gedir ixtisar, eləyir 1 üstə gəlsin 2'də 1, bu da bizə 1 tam 2'də 1 verəcək, 1 tam 2'də 1 də Y variantındadır. Gəlin 12-ci tapşırığına davam edək.
12-ci tapşırıqda gəlin pilərin yerinə 180 qoyaraq bir dəfəlik qiymətlərini yazaq. Məsələn, bərabərdir sinus 186-ya böləndə 30 dərəcə üstəgəl 2 kosinus 2-ni 180-ə vuranda 360 dərəcə üstəgəlsin 3/1 kotangens kvadratı 186-ya böləndə 30 dərəcə üstəgəl deməli 4 sinus 182-yə böləndə 90, 93-ə böləndə 270 dərəcə çıxılsın tangens 180-i 4-ə böləndə 45 dərəcə üstəgəl 3 sinus 180 dərəcə bərabərdir. Sinus 30-un qiyməti 2/1 üstəgəl 2 vurulsun kosinus 360-da alır 1 üstəgəl 3/1 vurulsun kotangens 30-un qiyməti biz bilirik ki kök altda 3-ə bərabərdir. Burada da kvadrat qoyub bunun kvadratda yüksəldirik. Üstəgəl 4 sinus 270-də alır -1 çıxılsın tangens 45-də alır 1 üstəgəl 3 vurulsun sinus 180-də alır 0 bərabərdir. 2/1 üstə gəlsin 2 üstə gəlsin 3/1 vurulsun kök altda 3-ün kvadratı köklə gedir 3 bu eləyir -4 çıx 1 bu da 0'dır. Burada 3/1 ilə 3 gedəcək qalacaq 2/1 üstəgəl 2 üstəgəl 1 çıx 4 çıx 1 bu birlər getsə 2/1 də 0.5 kimi yazsaq 0.5 2-dən də 4 çıxanda çıxılsın 2 cavab edəcək -1,5 yəni oldu C variantı. Buradakı 1 3'lər gedəndən sonra burada qalan 1'dir. Baxaq 13-cü tapşırığa. Sinus kvadratı 186'ya böləndə 30 üstəgəl kosinus kvadratı 183'ə böləndə 60 üstəgəl sinus kvadratı 180'i 4'ə böləndə 45 üstəgəl tangens kvadratı 180'i 3'ə böləndə 60 çıxılsın kotangens kvadratı 180'i 6'ya böləndə 30 dərəcə bərabərdir. Sinus 30'da alır 2/1 kvadrat üstəgəl kosinus 60'da alır 2/1 kvadratı deyə kvadrat üstəgəl sinus 45'də alır kök altında 2/2 kvadratı üstəgəl tangens 60'da alır kök altında 3 kvadratı çıxılsın kotangens 30'da alır kök altında 3 bunun da kvadratı bərabərdir. Burada kök altında 3'ün kvadratı ilə kök altında 3'ün kvadratı gedir. 2/1'in kvadratı 4/1 üstəgəl 4/1 üstəgəl 2'nin kvadratı 4 kök altında 2'nin də kvadratı 2 orta məxrəc 4 olsa sürətləri toplasaq 4 edəcək 4'ü 4'ə böləndə də cavabda 1 alacağıq bu da bizə Y variantı verəcək. On dördüncü tapşırıqda alfa bərabərdir -pi/3 kosinus alfa vurulsun tangens alfanı
qiymətini istəyir. Burada bir şeyə fikir vermək lazımdır. Bunu biz mənfi 60 dərəcə kimi götürsək, kosinus mənfi 60 dərəcə vurulsun tangens mənfi 60 dərəcə. Burada tək və cüt funksiya olmağını bilmək lazımdır. Kosinus x funksiyası cüt funksiyadır. Cüt funksiyada f mənfi x f(x)-ə bərabər olur. Yəni mənfi yoxa çıxır. Tangens x funksiyası tək funksiyadır. F mənfi x tək funksiyada mənfini çölə verir. Yəni mənfi f(x)-ə bərabərdir. Yəni kosinus cüt funksiya olduğuna görə bu mənfi gedəcək. Alınacaq kosinus 60 dərəcə. Amma tangens mənfi 60 dərəcə isə olacaq mənfi tangens 60 dərəcə. Yəni kosinus 60 dərəcədə alacaq 2-də 1 vurulsun. Tangens 60-da alacaq, deməli kök altda 3, qarşısında da mənfi var, edəcək mənfi kök altda 3. Bu da bizə verəcək mənfi kök altında 3 bölünsün 2. Yəni 14-də olur D variantı. Qaydaları öyrənməyiz vacibdir. On 5-ci tapşırıq. Alfa bərabərdir mənfi pi bölü 4. Yəni mənfi 45 dərəcə. Gətirib yerinə qoyaq. Sinus alfa vurulsun kotangens alfa. Burada alfanın yerinə mənfi 45-i qoyuruq. Sinus mənfi 45 dərəcə vurulsun kotangens mənfi 45 dərəcə bərabərdir. Biz qaydaya əsasən bilirik ki, sinus tək funksiyadır, kotangens də tək funksiyadır. Tək funksiyada bilirik ki, mənfini qarşı ötürəcək. Yəni olacaq mənfi sinus 45 dərəcə vurulsun mənfi kotangens 45 dərəcə bərabərdir. Mənfi 45 dərəcə kök altında 2 bölü 2. Burada da mənfi 45-də edəcək 1. Burada mənfilər bir-birini aparacaq. Cavab edəcək kök altında 2 bölünsün 2. Yəni 15-də D variantı alacaq. On 16-cı tapşırıqda bizə deyir ki, mənfi 75 dərəcəli bucağı radiandan ifadə edin. Mənfi 75 dərəcəni vurmalıyıq pi bölünsün 180-ə. 75 ilə 180-i hər birini 15-ə ixtisar etsək, bu 5 dəfə, bu isə 12 dəfə edər və cavab edər mənfi 5 pi bölünsün 12. Yəni cavabımız olar C variantı. On 17-ci tapşırığa baxaq. 17-ci tapşırıqda ifadələrdən hansının qiyməti müsbətdir? Birincidə bizə verilib kosinus 1. Uşaqların ən böyük etdiyi səhvlərdən biri bu 1 dərəcə kimi qəbul edirlər. Xeyr, bu 1 dərəcə deyil. Görürsünüz, əgər bunların üzərində dərəcə işarəsi var. Buradakı 1 dərəcə deyil, radiandır. Yəni 1 radiandır. 1 radianın qiyməti təqribən 180 bölünsün pi. Yəni 180-i 3,14-ə böləndə təqribi qiyməti 57-dir. Deməli, kosinus 1 radian kosinus 57 dərəcəyə bərabərdir. Biz bilirik ki, kosinus birinci və
4-cü rüblərdə müsbət olur. 57 dərəcə birinci rübün bucağı olduğuna görə bu müsbətdir. Deməli 1-i götürəcəyik. İkincidə kosinüs 154 0, 90, 180, 270, burada 360. 154 90 ilə 180-in arasındadır. Yəni ikinci rübə düşür. İkinci rübdə kosinüs mənfidir. Götürməyəcəyik. 3-də kosinüs 4 verilib. 4 dərəcə deyil, radiyandır. Deməli kosinüs 4-ü vurmalıyıq 57-yə. Bu da bizə verəcək kosinüs 228 dərəcə. Kosinüs 228 dərəcə 180 ilə 270-in arasındadır. Yəni 3-cü rübün bucağıdır. Bu da mənfi olacaq. Bu da deyil. 4-cü kosinüs 900 dərəcə. Kosinüs 900 dərəcə 2 dənə dövr çıxsaq bundan. Yəni bir dövrümüz, tam dövrümüz 360-dır. Bunu belə tapa bilərik. 900-ü bölürük 360-a. 900-ün içində 360. Buradan hərəsindən 1-0 açsaq, 90-ı 36-ya böləndə edəcək 2 dəfəsi 72. Burada qalacaq. Gəlin bunun təmiz 900-ü bölə 360-a. Beləcə 2 dəfəsi 720. Çıxanda da 180 qalıq qalacaq. Deməli, kosinüs 90-ımız kosinüs 180 dərəcəyə bərabərdir. Kosinüs 180 dərəcədə də nə alır? Mənfi 1 alır. Deməli, bu da doğru deyil. 5-cidə beşinci variantda kosinüs 259 dərəcə 180 ilə 270-in arasındadır. 3-cü rübə düşür. Bu da mənfi alacaq. Deməli, yalnız 1 olacaq. O da Y variantındadır. 18-ci tapşırığına davam edək. Sinüs alfa kök altında 3/2'dir. Alfamızda 0-dan pi bölü 2, yəni 0-dan 90'ın arasında birinci rübdədir. Olarsa kosinüs pi bölü 6 üstə gəlsin alfanı tap deyir. Biz bilirik ki, bucaqlardan bilirik ki, sinüs 60 dərəcədə kök altında 3/2 alır. Ona görə də yazırıq kosinüs pi bölü 6'nın da qiyməti 30'dur. 30 üstə gəl, alfanın da yerinə 60 yazacağım. Buradan aldım. Kosinüs 30'dan 60'ı toplayanda edəcək 90 dərəcə. Kosinüs da 90'da biz bilirik ki, nə alır? 0 alır. Yəni cavabımız olacaq D variantı. 19-cu tapşırıqda bizə deyir ki, fx bərabərdir pi bölü 3. Jx kosinüs x üstə gəl 1 olarsa, j fx'i tapın. J fx'in yerinə, buradakı fx'in yerinə fx'imiz pi bölü 3 olduğuna görə pi bölü 3'ü qoyacağıq. Fx'in yerinə pi bölünsün 3 qoyacağıq. J funksiyamızda bu olduğuna görə J funksiyada x'in yerinə, yəni jx bərabərdir kosinüs x üstə gəl 1 olduğu üçün burada x'in yerinə burada pi bölü 3 qoyacağıq. Yəni
j pi bölü 3 bərabərdir. Kosinus x-in yerinə qoyacaq pi bölü 3 üstə gəlsin 1. Yəni kosinus 180-i 3-ə böləndə 60 dərəcə üstə gəlsin 1. Kosinus 60-da alır 2-də 1 üstünə 1 gələndə bizə verəcək 2-də 3. Bunun da variantı olacaq A variantı. Baxaq 20-ci tapşırığa. Hansı ifadənin qiyməti mənfidir? A variantında kosinus 145 vurulsun tangens 125 dərəcə. Biz burada bucaqları çox yaxşı bilməliyik ki, hansı bucaq, hansı rübdə, hansı funksiya, hansı rübdə mənfidir yoxsa müsbətdir. Bura birinci rüb, bura ikinci, bura 3, bura 4. Deməli 90, 0, 180, 270, burada 360 qeyd edəsək. 145 ikinci rübün bucağıdır. İkinci rübdə kosinus mənfidir. Tangens 125 ikinci rübdür. İkinci rübdə mənfidir. Mənfini mənfiyə vuranda cavab edir müsbət. Deməli bizdən də mənfini istəyir. A variantı deyil. B variantında sinus 135 dərəcə vurulsun tangens 195 dərəcə. Sinus 135 dərəcə ikinci rübün bucağıdır. İkinci rübdə sinus müsbətdir. Tangens 195 də üçüncü rübdür. Bu da müsbətdir. Müsbəti müsbətə vuranda cavab edir müsbət. Bizdən amma mənfini istəyir. Deməli B variantı deyil. C variantında tangens 280 vurulsun kosinus 300 dərəcə. Tangens 280 yəni 4-cü rübün bucağıdır, mənfidir. Kosinus 300 dərəcə 4-cü rübün bucağıdır, o isə müsbətdir. Mənfini müsbətə vuranda cavab edəcək mənfi. Bizdən də mənfi həll istədiyinə görə cavabımız olacaq C variantı. Baxaq 21-ci tapşırığa. 21-ci tapşırıqda bizdə hansı müsbətdir istəyir? A variantında sinus 115 dərəcə vurulsun kosinus 115 dərəcə. Sinus 115 dərəcə ikinci rübün bucağıdır. Sinus müsbətdir. Kosinus 115 dərəcə ikinci rübdə mənfidir. Müsbəti mənfiyə vuranda cavab edəcək mənfi. Deməli A variantı deyil. Bizdən müsbəti istəyir. B variantında kosinus 210 dərəcə vurulsun sinus 310 dərəcə. 210 dərəcə üçüncü rübün bucağıdır, mənfidir. Sinus 310 dərəcədə dördüncü rübün bucağıdır, sinus da burada mənfidir. Mənfini mənfiyə vuranda cavab edəcək müsbət. Deməli bizdən də bunu istəyirdi. B variantı doğru cavabımızdır. 22-ci tapşırıqla davam edək. Bərabəryanlı 3 bucağın oturacağı bitişik bucağı beta bucağı üçün deməli, bərabəryanlı bucağın 3 bucağın oturacağı bitişik bucağı betadırsa, digəri də betadır. Şərt verib ki, kosinus beta kök altda 3 bölü 2 olansa təpədəki bucağı istəyir. Biz tapmalıyıq ki, kosinus neçədə kök altda 3 bölü 2 alınır. Əlbəttə ki,
30 dərəcədə. Deməli, kosinusun qiyməti, betanın qiyməti neçə oldu? 30 dərəcə oldu. Bura 30-dursa, deməli, burada 30 dərəcədir. Buna x qoysaq, x üstə gəlsin 30, üstə gəl 30, bərabərdir 180. X üstə gəl 60, bərabərdir 180. X bərabərdir 120 dərəcə olmalıdır. Deməli, C variantı. Düzdür, bu iti bucaqlı üç bucağa oxşur, amma kör bucaqlı üç bucaq. Yəni, təpədəki bucaq 120 dərəcə olmalı idi. İyirmi üçüncü tapşırığına davam edək. Bərabər yanlı üç bucağın beta təpə bucağı üçün deməli, təpə bucağı betadır. Tangens beta bərabərdir 1 bölünsün kök altda 3-ə. Tangens 1 bölü kök altda 3-ü biz bilirik ki 30 dərəcədə alır. Oturacağı bitişik bucağı tap. Burada biz alfa qoysaq, beta əgər 30 dərəcədirsə, tənliyi belə qurarıq. 2 alfa üstə gəlsin 30 dərəcə bərabərdir 180 dərəcə. Bucağın daxili bucaqların cəmi 180-dir. 2 alfa bərabərdir 180-dən 30'u çıxanda 150 dərəcə. Alfa bərabər də alarıq 75 dərəcə. Bu da bizə D variantında göstərilib. Deməli, bura olacaq 75, 75, toplayanda 150, üstündə 30 gələndə 180 dərəcə olur. Yirmi dördüncü tapşırığına davam edək. 2 kotangens pi bölü 4 çıxılsın kosinus pi. Tangens pi bölü 3 çıxılsın kotangens 3 pi bölü 2 vurulsun sinus pi bölünsün 3 bərabərdir. Bucaqların rahat olması üçün gəlin belə göstərək. 2 kotangens 180'ə 4'ə böləndə 45 dərəcə çıxılsın kosinus, bu da edəcək 180 dərəcə. Mötərizənin içində yazıram, tangens 180'ə 3'ə böləndə 60 dərəcə çıxılsın kotangens 180'ə 2'ə böləndə 90, 3'ə böləndə 270 dərəcə vurulsun sinus pi bölü 3 180'ə 3'ə böləndə edəcək 60 dərəcə bərabərdir. Kotangens 45'də 1 alır, 2 vurulsun 1 çıxılsın kosinus 180'də alır mənfi 1, yəni çıx mənfi 1. Tangens 60'da alır kök altında 3 çıxılsın kotangens 270'də kotangens kosinusun sinusa olan nisbətidir. Kosinus 270'də 0'ın mənfi 1'ə nisbəti 0 alacaq. Vurulsun. Sinus 60'da kök altda 3 bölünsün 2 alır. Deməli, eləyir 2. Mənfi də üstə gəlsin 1. Burada da eləyir kök altında 3 vur, kök altında 3 bölünsün 2. Yəni, burada alırıq 3. Burada da alırıq 3 bölünsün 2. Bu bizim əsas kəsir xəttimizdir. Yəni, bunu buna bölməliyik. Böləndə də bilirik ki, bunun tərsinə vurmalıyıq. Yəni, 3'də 2'yə. 3'lər ixtisar gedəcək buradan. Cavab qalacaq 2. 24'də edəcək B variantı. Baxaq 25-ci tapşırığa. Tangens pi bölü 4 çıxılsın sinus 1,5 pi burada da kotangens pi bölü 3 çıxılsın tangens 2 pi vurulsun kosinus pi bölü 6 bərabərdir. Gəlin onların bucaqların yerinə qoyaq.
2 tangens 180'i 4'ə böləndə 45 dərəcə çıxılsın sinus 1,5 pi, yəni 180'i 1,5'ə vurmaq 270 dərəcə edəcək. Kotangens 180 bölünsün 3, yəni kotangens 60 çıxılsın tangens 360 vurulsun kosinus 30 dərəcə bərabərdir. Tangens 45'də 1 alır, 2 vurulsun 1 çıxılsın sinus 270'də mənfi 1 alır. Kotangens 60'da alır, 1 bölünsün kök altında 3 çıxılsın. Tangens 360'da 0 dərəcə, yəni 0 qiymət alır, vurulsun kosinus 30'da da alır, kök altında 3 bölünsün 2. Bu edəcək 2 üstə gəlsin 1. Burada da edəcək 1 bölü kök altında 3 vurulsun kök altında 3 bölü 2. Yuxarı edir 3. Burada da bunlar ixtisar edir. Aşağıda qalır 2'də 1. 3'ü 2'də 1'ə bölmək 3'ü 2'yə vurmaq deməkdir. Bu da bizə verəcək 6, yəni B variantı. – 26-cı tapşırığına davam edik. A-nın hansı qiymətlərində bu ifadənin qiyməti mənfidir? Deməli, A kvadrat çıxılsın 25 vurulsun sinus 3 vur kosinus 1 vur tangens 4. Həmişə ifadənin qiyməti mənfidir, yəni 0-dan kiçikdir. Biz əlbəttə görürük ki, bunlar dərəcə deyil, bunlar radiandırlar. Bundan əvvəlki sualda da göstərdim ki, bir radianımız təqribən 57 dərəcədir. Onda 3 radianımız təqribən 3 vurulsun 57 bizə verəcək 171 dərəcə. Bir radianımız məlumdur. 4 radianımız da bizə verəcək 4 vurulsun 57 təqribən 228. Yəni belə deyək, A kvadrat çıxılsın 25 vurulsun sinus 171 dərəcə vurulsun kosinus 1'in yerinə 57 dərəcə vurulsun tangens 228 dərəcə kiçikdir 0-dan. Bunların əlbəttə ki bir qiyməti yoxdur, amma işarəsini müəyyən edə bilərik. Çəksək bunu, bura 0, 90, 180, bura 270, burada 360 təzədən yazsaq. Burada 171, sinus 171 dərəcə ikinci rübə düşür. İkinci rübdə sinus 171 müsbətdir. Kosinus 57 birinci rübün bucağıdır, birinci rübdə bu müsbətdir. Tangens 228. Tangens 228 də 3-cü rübə düşür, bu da müsbətdir. Deməli, bunlar müsbət bir ədədlərdir. 0'a da bu müsbət ədədlərə böləndə heç nə dəyişməyəcək. Mənfiyə bölsəydi işarə dəyişərdi. Deməli, bu bərabərsliyi həll eləməliyik. A kvadratı minus 25 kiçikdir 0-dan. Burada kökləri alırıq. Tənli kimi həll eləsək. Deməli, A bərabərdir 5, A bərabərdir mənfi 5. Kvadrat tənliyi 0-dan kiçik olanda biz həmişə köklərin arasını götürməliyik. Qıraqları götürməməliyik. Bura biz, bunlar da müsbət qiymətlər alır, burada isə mənfi qiymətlər alır. Deməli, bizim götürəcəyimiz araq elə mənfi 5, 5 aralığıdır. Burada cavabımız olacaq A variantı mənfi 5, 5. Baxaq 27-ci tapşırığa.
9 çıxılsın a kvadratı sinus 1 vurulsun kosinus 4 vurulsun kotanges 3 ifadəsinin qiyməti həmişə müsbətdir. Sıfırdan böyüdür yəni. Yenə burada radian söhbəti var. Bir radianımız təqribən 57 dərəcədir. 4 radianımız təqribən 4 vurulsun 57 228 dərəcədir. 3 radianımız təqribən 3 vurulsun 57 171 dərəcədir. Gətirib yerinə qoysaq 9 çıxılsın a kvadratı vurulsun sinus 57 dərəcə vurulsun kosinus 228 dərəcə vurulsun kotanges 171 dərəcə böyüdü sıfırdan. İndi bunların bu bucaqların hansı rübə düşdüyünü bilsək işarələrini müəyyənləşdirəcək. Sinus 57 birinci rübün bucağıdır, yəni birinci rübdə müsbətdir. Kosinus 228 180 ilə 270 arasında üçüncü rübün bucağıdır, yəni mənfidir. Kotanges 171 də burada yerləşir, ikinci rübdə, bu da mənfidir. Mənfini mənfiyə vuranda müsbət, deməli bu işarə edir müsbət, burada müsbət olduğuna görə bu ifadənin özü müsbət işarəlidir. Müsbəti də nəyəsə bölsək elə işarə dəyişməyəcək. Yəni 9 çıxılsın a kvadratı böyüdü 0 alacağıq. Burada bunu vurğulara ayırsaq 3 çıxılsın a, 3 üstəgəlsin a böyüdü 0-dan. Kökləri tapsaq 3 ilə mənfi 3 edəcək. Gətirək burada mənfi 3 ilə 3-ü qoysaq əgər, məsələn qiymət verək. Mənfi 3 ilə 3-ün arasında tutalım ki 0 verək. 9 çıxılsın 0-ın kvadratı bizə verir 9. Nədir? 0-dan böyüdür. Deməli, bu bizim cavabımızdır. Məsəl üçün 3-dən yuxarı 4 qoyaq. 9 çıxılsın 4-ün kvadratı mənfi 16, deməli edəcək mənfi 7, 0-dan kiçikdir, deməli bura doğru deyil. Bu tərəfdə də qiymət qoysaq, həqiqətən də doğru olmayacaq. Həllimiz olacaq mənfi 3 ilə 3 aralığı, bu da olacaq C variantında. Keçək 28-ci tapşırığa. Üç kosinus x üstə gəlsin 5 sinus x bölünsün 2 sinus x üstə gəlsin kosinus x bərabərdir 2-yə. Bizdən kotanges x-i istəyir. Götürək, aşağıdakı ifadəni buradakı cavaba vuraq. Yazaq 3 kosinus x üstə gəlsin 5 sinus x bərabərdir 2-ni buna vuranda edəcək 4 sinus x üstəgəl 2-ni kosinus x-ə vuranda 2 kosinus x edəcək. İndi sinus x-ləri bir tərəfə keçirdək, kosinus x-ləri bir tərəfə keçirdək. Yazırıq 5 sinus x çıxılsın 4 sinus x bərabərdir 2 kosinus x çıx 3 kosinus x. Bu da bizə verir sinus x bərabərdir mənfi kosinus x-ə. Yaxşı. Bunu aldıq biz indi hal-hazırda. Bizdən nə istəyir? Kotanges x-i. Kotanges x-in düsturda bilirik ki, kotanges kosinus x-in sinus x-a nisbətinə bərabərdir. Kosinus x bölünsün. Sinus x-in yerinə nə yaza bilərəm burada? Mənfi kosinus x. Burada bunlar ixtisar gedər hərəsində 1 qalar, aşağıda da mənfi 1 qalar. Biri də mənfi 1-ə böləndə cavabda
-1 alarıq. Yirmi doqquzuncu tapşırıqla davam edək. Sinus x üstə gəlsin kosinus x, kosinus x çıxılsın sinus x bərabərdir 10. Bizdən tangens x istəyir. Aşağıdakı ifadəni cavaba vurarıq. Eğer 2 sinus x üstə gəlsin kosinus x bərabərdir 10 kosinus x çıxılsın 10 sinus x. Sinus x-ləri sol tərəfə, kosinus x-ləri sağ tərəfə keçirsək, yazarıq ki 2 sinus x üstə gəlsin 10 sinus x bərabərdir 10 kosinus x çıxılsın kosinus x. Alınır 12 sinus x bərabərdir 9 kosinus x-ə. Hər tərəf 3-ə bölsək 4 sinus x bərabərdir 3 kosinus x alarıq. Buradan da sinus x-i 3k, kosinus x-i isə 4k götürsək, bizdən də tangens x-i istəyir. Tangens x-in də düsturda bilirik ki, sinus x-in kosinus x-ə nisbətinə bərabərdir. Burada da 3k bölünsün 4k yazsaq, k-ları ixtisar etsək, cavabda 4-də 3 almış olarıq və bu da bizə y variantını verər. Aha, 30-cu suala. Uşaqlar bəzən bunu nəzərə almırlar, bu nəzərə alınmalıdır. Bu o deməkdir ki, bucağımız 90 ilə 0-ın arasındadır, yəni birinci rübün bucağıdır. Kosinus alfa kök altında 3/2-dirsə, alfanın qiymətini bilirik. Birinci rübdə kosinus alfa deməli 30 dərəcədə alır. Alfanın qiymətini bildik. İndi burada kotangens pi/6 üstə gəlsin alfa. Yəni kotangens pi/6'nın qiyməti 30 üstə gəlsin alfanın da yerinə 30 qoyarıq. Bərabərdir. Kotangens 30-dan 30 60 dərəcə. Kotangens 60-da da alacaq 1 bölünsün kök altında 3. Kotangens 60-da 1 bölünsün kök altında 3 alacaq. Yəni C variantı olacaq bizim cavabımız. Birinci sualla davam edək. A bərabərdir sinus 130 dərəcə, B bərabərdir kosinus 140 dərəcə, C bərabərdir tangens 25 dərəcə. Uşaqlar, əgər burada modul işarəsi varsa, deməli söhbət işarələrdən gedir. B çıx A-nın kvadratı üstə gəlsin, A üstə gəl C modulda çıxılsın, modulda B çıxılsın C. Bərabərdir. Yenə də deyirəm, əgər burada modul işarəsi varsa, deməli söhbət işarələrdən gedir. Sinus 130 dərəcə birinci rübün bucağı deyil, ikinci rübün bucağıdır, ikinci rübdə müsbətdir. Kosinus 140 dərəcə ikinci rübün bucağıdır, ikinci rübdə mənfidir. Tangens 25 birinci rübün bucağıdır, birinci rübdə müsbətdir. Burada kvadratla kök gedirsə, biz bilirik ki, kökün qaydasından bunu modulda çıxartmalıyıq. Modulda B çıx A üstə gəlsin, A üstə gəlsin C çıxılsın, modulda B çıxılsın C. Bərabərdir.
Burada B çıx A, yəni mənfidən müsbəti çıxanda, müsbəti bu bizə mənfi verəcək. A üstə gəlsin C, yəni müsbətlə müsbəti toplayanda bizə müsbət verəcək. B çıxılsın C, mənfidən yenə müsbəti çıxanda bu da bizə yenə mənfi verəcək. Mənfi modulun içərisində mənfi varsa, biz bunu qarşısına mənfi deməli əksini çıxartmalıyıq. Yəni A çıxılsın B, üstə gəl, müsbət varsa olduğu kimi çıxardacağıq. Çıxılsın, yenə mənfi varsa əksini çıxartmalıyıq. Amma bura bir mötərizə açsaq daha yaxşı olar ki, çöldəki mənfi ilə bir də qarışmasın. Bərabərdir. A çıx B üstə gəl, A üstə gəl C, çıxılsın C, üstə gəlsin B. Burada C'lər islah olur, B'lər islah olur. A ilə A-nı toplayanda cavab edir 2A. 2A da bizə B variantındadır. 32-ci sualına davam edək. Mənfi kök altında 3 bölünsün 2, M nöqtəsi vahid çevrənin üzərində olarsa, M-in mümkün qiymətlərini tapın. Uşaqlar, vahid çevrə o deməkdir ki, deməli bunun radiusu 1-ə bərabərdir. Vahid çevrə radiusu 1-ə bərabərdir. Əgər bunun x nöqtəsi mənfi kök altında 3 bölü 2, deməli mənfi kök altında 3 bölü 2, tutalım ki, burada mənfi kök altında 3 bölü 2, y nöqtəsi də bilmirəm və bunlar birləşməsi haradasa gəlib buraya bir də çıxır. Yəni y nöqtəsi də bir m desək. M desək. Bunu biz çevrənin mərkəzi ilə birləşdirsək əgər, biz burada düz bucağı üst bucaq alarıq. Ki, burası m'dir, burası da mənfi kök altında 3 bölünsün 2'dir. Radius da dedik ki, nəyə bərabərdir? 1'ə bərabərdir. Vahid çevrədə, vahid çevrə demək ki, radiusu 1'ə bərabərdir. Və burada biz Pifagor teoremindən istifadə edə bilərik. M-in kvadratı üstə gəlinsin. Mənfi kök altında 3 bölünsün 2'nin kvadratı bərabərdir 1'in kvadratına. M kvadrat üstə gəl, bu edəcək 4'də 3 bərabərdir 1'ə. M kvadrat bərabərdir 1'dən 4'də 3 çıxacam, edəcək 4'də 1. M də bərabərdir 4'də 1 kökə salsaq əgər, müsbət mənfi 2'də 1 alarıq. Cavabımız da D variantı olar. Aha, 33-cü tapşırığa. ABC üçbucağında A, B, C üçbucağında A bucağı 3 pi bölünsün 5'dir dərəcədir. Deməli 3 pi bölünsün 5'i hesablayaq burada. 3 vur 180 bölünsün 5. 180'i 5'e böləndə 36, 3'e də vuranda 108 edəcək. Tutalım ki, bura altların kör bucaq üçün yuxarı qoyaq. Bura olsun A, bura olsun B, bura olsun C.
Bura 108 dərəcədir. Və şərtdə verib ki, bucaq B çıxılsın, bucaq C 24-dür. Bucaq B-nin radian ölçüsünü tapın. Yaxşı. Amma onu da bilirik ki, bucaq A üstə gəl, bucaq B üstə gəlsin, bucaq C 180 dərəcədir. Çünki 3 bucaqdır. A-nın qiymətinin biri 108-dir. 108 üstə gəl, bucaq B üstə gəl, bucaq C edəcək 180. Buradan alacaq bucaq B üstə gəlinsin. Bucaq C bərabərdir 180-dən 108 çıxanda edəcək 72. Bu ifadəni gətirək bunun aşağısından yazaq. Və burada sistem tənli kimi həll edək. Alt-alta toplasaq bucaq C-lər gedər. Qalar 2 vurulsun bucaq B bərabərdir. 72 ilə 24-ü toplayanda edəcək 96. Bucaq B bərabərdir. 96-nı da 2-yə bölsək alarıq 48. Deməli, bucaq B neçə oldu? 48 dərəcə. Bizə isə bucaq B-nin radian ölçüsünü tapın deyir. Radiana çevirmək üçün biz bunu pi bölünsün 180-ə vurmalıyıq. Burada da hər birini əgər biz 12-yə bölsək, burada alarıq 15, burada da alarıq 4. Cavabımız edər 4 pi bölünsün 15. 4 pi bölünsün 15, 33-də deməli D variantındadır. Cavabımız budur. Baxaq 34-cü tapşırığa. ABCD kvadratı 9 kongruent kvadrata bölünmüşdür. Sinus alfa vurulsun, kotangens bettanın hasilini tapın. Biz bilirik ki, uşaqlar, sinus alfa kotangens bettanı biz burada düzbucaqlı üstbucaqdan istifadə edərək tapa bilərik. Düzbucaqlı üstbucaqda, əgər bura alfa bucaqdırsa, bura A, bura B, bura C-dirsə, sinus alfanı tapmaq üçün alfanın qarşısındakını kateti hipotenusa bölməliyik. Yox, kotangesi məsəl üçün tapmaq istəyiriksə, tutalım kotanges alfanı tapmaq istəyiriksə, söhbət buradan getmir, qaydadan gedir. Bir bucağın kotangesini tapmaq istəyirsə, ona bitişik kateti gərək onun qarşısında qalan katetə bölək. Bu bunun bir qaydasıdır. Amma söhbət düzbucağı üstbucaqdan gedir, yəni düzbucağı üstbucaq olmalıdır. İndi biz alfa görürük ki, burada düzbucağı üstbucağı yəni içində deyil. Biz bunu düzbucağı üstbucağa gətirməliyik. Biz paralellik dərsində yadınızda bunu keçmişdik ki, əgər A xətti ilə B xətti bir-birinə paraleldirsə, burada daxildə qalan bucaqlar yəni bir-birinə bərabərdirlər. İndi burada alfanı necə göstərmək olar? Baxın, burada bu xətti görürük də biz yəqin ki. Bu xətti biz görürük yəqin ki. Əgər bura alfadırsa, onda avtomatik burada alfadır. Burada alfadır. Bu görürsünüz, düzbucağı üstbucağı yarandı burada. Düzbucağı üstbucaqda deməli sinus alfanı tapmaq istəyirəmsə, qarşısındakı kateti gərək hipotenuza bölək. Bu kateti bilirəm. Bu düzbucağı üstbucağı 2 damadan ibarətdir. Bura 2-dir. Bu katet. Bu katetdə 1-dir. Buranı tapmaq üçün deməli bura bir A desək əgər tutalım. A-nı tapmaq istəyirsə, A-nın kvadratı bərabərdir 2-nin kvadratı üstə 1-in kvadratı. O da deyəcək 5. Yəni A kvadrat bərabərdir 5, A da bərabərdir kök altında 5-ə. Deməli bu hissə oldu kök altında 5. Sinus alfanı tapmaq istəyirəmsə, sinus alfanı bərabər olacaq. Deməli 2 bölünsün kök altında 5-ə. Bucağın qarşısındakı katetin hipotenuza nisbəti. Bundan keçdik. Sinus alfanı tapdıq. İndi bettaya keçək. Betta bucağı da görürük ki, düzbucağı üstbucağın içində deyil, amma bunu düzbucağı üstbucağa gətirmək olar. Burada
Yenə bu Z hərfindən istifadə edəcəyik. Burada beta buradadırsa, daxili bucaq. Onda betanı bura gətirə bilərik. Bura olar bizim betamız. Və burada belə bir düz bucaqlı üst bucaq yarandı. Burada belə bir düz bucaqlı üst bucaq yarandı. Düz bucaqlı üst bucağın bu kateti 3'dür. Görürük. 1, 2, 3. Burada 1'dir. Kotangens betanı tapmaq istəyirəmsə, kotangens bucağa bitişik katetin qarşısındakı katetə nisbətidir. Yəni 1'in 3'ə nisbətidir. Bunu da tapdıq. İndi nə edək? Bunların hasilini tapaq. Bunların hasilini tapmaq, yəni 2 bölünsün kök altında 5'i vurmalıyıq 1 bölünsün 3'ə. O da bərabərdir. 3 kök altında 5 məxrəzdədir. Burada da 2'dir. Cavablarda yoxdur. Niyə? Çünki kəsrin sürət və məxrəzin irrasionaldan azad etmək lazımdır. Bunun üçün məxrəzin qoşmasına vurmalıyıq. 3 kök altında 5'i vuracaq kök altında 5'ə. Bərabərdir. Bu edəcək 2 kök altında 5. Kök altında 5'i kök altında 5'ə vuranda 5. 5'i də 3'ə vuranda edəcək 15. Yəni cavabımız olacaq 2 kök altında 5 bölünsün 15. Bu da B variantında göstərilib. 35-ci tapşırıqda deməli fx funksiyası verilib bizə. Bizdən f pi bölü 4'ü istəyir. Yəni f pi bölü 4 bərabərdir. Haradakı x görürük, yerinə pi bölü 4 qoyacağıq. Kosinus 6 vurulsun pi bölü 4. Sinus 3 vurulsun pi bölü 4 bərabərdir. Kosinus pi bölü 4'ümüz biz bilirik ki 45 dərəcədir. Yəni 180'i 4'ə bölündə 45 edir. 6'ını da 45'ə vursaq edəcək 270 dərəcə. Sinus pi bölü 4'ümüz bizim 45 dərəcədir. 3'ü də 45'ə vuranda edəcək 135 dərəcə. Bərabərdir. Kosinus 270'in qiymətini bilirəm. Kosinus 270'in qiyməti 0'dır. Sinus 135'in qiymətini bilməsəm də olar. Çünki 0'ı nəyə bölsəm, cavab neçə edəcək? 0 edəcək. Deməli, 35-ci tapşırığın cavabı olacaq 0. Baxaq 36-cı tapşırığa. Üç sinus alfa çıxılsın 2 kosinus alfa ifadəsinin qiymətini hesablayın deyir bizdən. Alfanın qiyməti deməli burada 5 verilib. 5 o deməkdir ki radius 5'ə bərabərdir. Yəni belə göstərək sizə. Buradan bura 5'dirsə, deməli buradan burada 5'ə bərabərdir. Çünki radius 5'ə bərabərdir. Bu 5'dir. Bura 5'dirsə, bura 3'dürsə, onda avtomatik bura 4 olur. Biz bilirik də onda 5'in kvadratı 25'dən 9 çıxarır, 16 bura olur 4. Yəni sinus alfanı tapmaq istəyiriksə, sinus alfa nəyə nisbət edir? Sinus alfa qarşısındakı katetin hipotenuza, yəni 4'ün 5'ə. Bəs kosinus alfa nəyə bərabərdir? Kosinus alfa bitişik katetin hipotenuza. Alfaya bitişik katet buradır. Buradan da bura necədir? 3'dür. 3'ün 5'ə nisbəti. Bunu bildik. Gətirib yerinə qoyaq. Deməli, 3 sinus alfa çıxılsın 2 kosinus alfa. Yəni 3 vurulsun 5'də 4 çıxılsın 2 vurulsun 5'də 3 bərabərdir. 5'də 12 çıxılsın 5'də 6. Bu da bizə verəcək 5'də 6. 5'i də 6'ya bölsəm alaram 1,2.
Deməli, bu tapşırığın cavabı oldu 1,2. Baxaq 37-ci tapşırığa. ABCD kvadratı 25 bərabər kvadrata bölünüb. Bucaq YAD alfa, bucaq ADY beta olarsa, tangens alfa üstə gəlsin, kosinus betanın qiymətini tapın. Yaxşı. Deməli, biz də bilirik ki, nə etməliyik? Düz bucağı üç bucağa çıxartmalıyıq söhbəti. Düz bucağı üç bucağa gətirə bilərik. Düz bucağı üç bucağı mən gördüm. Buna fikir verin. Buna fikir versəniz, görəcəksiniz ki, alfa düz bucağı üç bucağın içindədir. Burası 1-dir, burası 2-dir. Katetlərimiz var. Hipotenuzu tapmaq üçün bura bir x qoysaq əgər, x-in kvadratı bərabərdir 1-in kvadratı üstə 2-nin kvadratı, bu edəcək 5, x də bərabərdir kök altında 5-ə. Deməli, bura kök altında 5-dir. Ehtiyac yox idi, amma tapdıq yenə də. Tangens alfa biz bilirik ki, nədir? Tangens alfa bucağın qarşısındakı katetin hipotenuzun bucağın qarşısındakı katetin bitki katete nisbəti. Yəni 2-nin 1-ə nisbəti bu edəcək 2. Bu var. 2 üstə gəl. Getdik kosinus betanı tapmağa. Kosinus beta görək hansı düz bucağın tam olmalıdır tərəfləri. Tərəfləri tam olmalıdır. Bunun tam deyil. Burada tam deyil. Amma burada tamdır. Baxsanız düz bucağı üç bucağa. Düz bucağı üç bucağın tərəfləri tam olmalıdır. Bu düz bucağı üç bucağa fikir versəniz. Bu düz bucağı üç bucağa fikir versəniz, görəcəksiniz ki, bunun tərəfləri tamdır və beta da bunun bucağıdır. Bunun bir kateti 3'dür, bir kateti 1, 2, 3, 4'dür. Onda hipotenuz neçədir? 5'dir. 3'ün kvadratı üstə 4'ün kvadratı 25, burada da 5 çıxır. Kosinus betanı tapmaq üçün bitki kateti nəyə bölməliyəm? Hipotenuza. Yəni, kosinus betan bərabərdir. Bitki, beta bitki budur. Hipotenuzum da budur. 3 bölünsün 5. 3'ü də 5'ə bölsəm 0,6 alaram. 2 üstə gəlsin 0,6 bizə nəticədə verər 2,6. 37-ci sualın həlli. Baxaq 38-ci tapşırığa. Dairəvi yolda A nöqtəsindən saat əqrəbinin əksi istiqamətində hərəkətə başlayan avtomobil 5π/2 radianlıq bucaq qədər hərəkət etdikdən sonra müəyyən qədər fasilə edir. Qaldığı nöqtədən yenə eyni istiqamətdə 13π/4 radianlıq bucaq qədər hərəkət edərək B nöqtəsində dayanır. AB bucağının dərəcə ölçüsünün kiçik qiymətini tapın. Deməli, A nöqtəsindən başlayaraq 5π/2 radianlıq bucaq qədər hərəkət edir. 5π/2 neçə dərəcədir? 5π/2 neçə dərəcədir? 5 vurulsun 180 bölünsün 2. Bu bizə verir nə qədər? 180 ilə 2-ni ixtisar edirəm 90. 5-i də 90-a vuranda 450 dərəcə. Deməli, bu hərəkət edir. Sonra qaldığı nöqtədən indi harası gəlib çatır. Sonra yenə də 13π/4 radianlıq
bucaq qədər hərəkət edir. Tamam. 13 vurulsun 180 bölünsün 4. 180 ilə 4-ü ixtisar edəndə 45 edəcək. 13-ü də 45-ə vuranda edəcək 585 dərəcə. Ümumilikdə görək bu neçə dərəcə yol gedib. Deməli, 450 ilə 585-i toplamalıyıq. Bunu da toplayanda bizə verir 1035-dir. Deməli, bu A nöqtəsindən başlayaraq 1035 dərəcə yol gedib və B nöqtəsinə çatıb. Bu necə taparam? Bunun bir dövrü, tam dövrü 360 dərəcədir. Yəni, bu çevrədə bir dəfə tam dövrü eləsin 360 dərəcədir. Görək, bu neçə dəfə tam dövr edib? 1035-i bölərəm 360-a. Bu edər 2 dəfə. 1035-i 360-ı bu edəcək 720. 1035-dən 720 çıxanda edəcək 315 dərəcə. Deməli, bundan 2 dəfə 2 dövrü çıxdım. 360, 360-ı çıxdım. Yəni, bu 720-ni çıxdım bundan. 2 dəfə dövr elədi, 720 və 1035-dən də bu 720-ni çıxdım, qaldı 315 qalır. 315 dərəcə buradan nə deməkdir? 315 dərəcə haradasa gəri çıxır bura. Məsəl üçün, B bucağına. Bizdən də deyir ki, A və B-nin dərəcə ölçüsünün kiçik qiymətini tapın. A və B-nin tapmaq istəyirəmsə, bunu birləşdirirəm. A və B-nin kiçik bucağı dərəcə ölçüsü bura olacaq da. Bura 315 dərəcədir. Burada 360 dərəcədir. Bunlar arasında qalan bucağı necə taparam? 360 dərəcəyə çatmaq üçün, deməli, 360-dan çıxaram 315 dərəcəni. Bu da mənə verər 45 dərəcə. Deməli, bunların arasında qalan bucaq neçə dərəcəymiş? 45 dərəcəymiş. Baxaq 39-cu tapşırığa. 39-cu tapşırığın şəklin. Doqquzuncu tapşırıqda bizə deyir ki, dairəvi yolda A nöqtəsindən saat əqrəbinin əksi istiqamətində hərəkətə başlayan avtomobil 7pi/2 radianlıq bucaq qədər hərəkət etdikdən sonra müəyyən qədər fasilə edir. Qaldığı nöqtədən yenə eyni istiqamətdə 5pi/4 radianlıq bucaq qədər hərəkət edərək B nöqtəsində dayanır. A və B bucağının dərəcə ölçüsünün kiçik qiymətini tapın. Yaxşı. Görək, bu 7pi/2 neçə dərəcədir? Bununla bunu ixtisar etdik 90. 7-ni vurduq 90-a elədi 630. Sonra bu 630 getdikdən sonra 5pi/4 də təzədən gedir. 5-i vuraq 180-ə, bölək 4-ə. Bununla bu getdi 45. 5-i vurduq 45-ə, elədi 225. 630 ilə 225-i topladım. Elədi 855 dərəcə yol gedib. Bunun bir dənə tam dövrü 360 dərəcədir. Görək, bu neçə dəfə tam dövr edib? 855-i bölürəm 360-a. Bu edəcək 2 dəfəsi 720. Bundan da 720 çıxanda edəcək 135 dərəcə. Deməli, bu 360 gedib. Bunun 135 dərəcəsi artıq qalır. 135 dərəcə də, yəni buradan 90 buradır, bura 90-dır. 135 dərəcə də buradadır. 135 dərəcə də buradır. A və B bucağın dərəcə ölçüsünün kiçik qiymətini tapın.
Bunu burayla birləşdirirəm. Bunu da burayla birləşdirirəm. Bura B'dir. Bura O'dur. Burada A'dır. AOB'nin kiçik bucağı buradır. Tapdıq da neçə dərəcədir? 135 dərəcə. 135 dərəcə oldu bizim cavabımız. Baxaq 40-cı tapşırıq. Düzbucaqlı 40 kongruent kvadrata bölünmüşdür. Tangens alfa vurulsun, kotangens beta hasilini tapın. Biz yenə burada alfa və beta bucaqlarını düzbucaqlı üçbucağın içərisində göstərməliyik. Məsəl üçün, uşaqların ən çaşdığı hissə, məsəl üçün, deyir ki, müəllim, bura, baxın, düzbucaqlı üçbucaqdır da, onsuz da bu, məsələn, bu 3 nöqtə düzbucaqlı üçbucaqdır. Düz deyir əslində, amma bu, görürsünüz, bu hissə və bu hissə, və bu hissə tam deyil. Görürsünüz, kəsik bir hissədir. Bilmirik, o bir damanın hansı hissəsidir. Ona görə onu biz götürə bilmərik. Biz tam olan, tam yaranmış düzbucaqlı üçbucağı tapmalıyıq. Onun üçün də biz Z işarəsindən, yəni paralellikdən istifadə edərək o alfanı tam düzbucaqlı üçbucağın içərisinə gətirməliyik. İndi həmin paraleldən istifadə etsək əgər, məsəl üçün, baxın bu xəttlərə, bu xətt və bu xətti görürük də. Burada nə var? Paralellik var. Deməli, bura alfadırsa əgər və bu bucaq alfadırsa, onda avtomatik burada alfadır. Bura alfa olanda nə baş verir? Bura alfa olanda burada bir dənə düzbucağı üçbucağı yaranır. Düzbucağı üçbucağı yaranır burada. Buna elə bir ki, axıra qədər çatdırıram. Bu. Burada düzbucağı üçbucağı yaranır. Düzbucağı üçbucaqda, deməli, tangens alfanı tapmaq istəyirəmsə, tangens alfa qarşısındakı katetin bitişik katetidir. Qarşısındakı katet 1, deməli, 1, 2, 3, 4, 5, 6, 7-dir. Bitişik katetdə 1, 2, 3, 4, 5-dir. Burada 5-dir. Və tangens alfam oldu 7-nin 5-ə nisbəti. İndi getdik kotangens betaya. Kotangens tapmaq lazımdır. Kotangesdə də fikir versəz, Z-dən istifadə etmək lazımdır yenə. Burada xəttimiz var. Bu xəttdən gedək. Buradan bura gedək. Bunu buradan birləşdirirsək, məsəl üçün. Sonra bu xəttə baxsaq əgər bura betadırsa, avtomatik burada beta olacaq. Bura beta olanda nə baş verir? Bura beta olanda bu baş verir. Deməli, burada belə bir düzbucaqlı üçbucaq yaranır. Düzbucaqlı üçbucaqda da kotangezi tapmaq istəyiriksə, kotangez bucağı bitişik katetin, bitişik katet neçədir? 1, 2-dir bura. Bura 2-dir. Bitişik katet budur da, bura 2. Bitişik katetin qarşısındakı olan katete nisbəti, bura nisbəti. 1, 2, 3, 4, 5. Burada 5'dir. 2'nin 5'e nisbəti.
İndi bunun bizdən hasilini istəyir. Hasilini tapmaq üçün vuracaq. Deməli 5-də 7 vurulsun 5-də 2. Bu dedir 25-də 14. Bunu da onluq kəsrə gətirmək istəsik 4-ə vuraq. Eləsin %56. Yəni 0,56 edəcək cavab. Cavabımız edəcək 0,56. Baxaq 41-ci tapşırığa. Deməli, kosinus beta çıxılsın sinus beta bölünsün kosinus alfa üstə gəlsin sinus alfa bərabərdir 3/1-ə. Alfa üstə beta 90 dərəcədirsə əgər bir üç bucaqda, bu iki bucağın cəmi 90-sa, deməli bu bucaqda 90 dərəcədir. Bizdən A bölünsün B-ni istəyir. Yaxşı. Kosinus beta'nı belə tapa bilərik. Kosinus beta bərabərdir. Kosinus beta bərabərdir. Qarşısındakı, demək, bitki katetin hipotenuza nisbəti. A bölünsün C. Sinus beta bərabərdir. Qarşısındakının hipotenuza nisbəti. Kosinus alfa bərabərdir. Alfa bucağının kosinusu bitkiyin, yəni B-nin C-yə nisbəti. Sinus alfa isə bərabərdir qarşıdakının, yəni A-nın C-yə nisbətinə. Bunları gətirib burada kəsirdə yerinə qoyacaq. Kosinus beta, deməli A bölünsün C çıxılsın B bölünsün C. Aşağıda da B bölünsün C üstə gəlsin A bölünsün C bərabərdir 3/1-ə. Burada yuxarıda yazsaq A çıx B böl C, burada da yazsaq A üstə gəl B bölünsün C bərabərdir 3/1-ə. Burada hər ikisinin məxrəcində C var deyə bunları apararam. Qalar burada. Burada qalar A çıx B böl A üstə gəl B bərabərdir 3/1-ə. Çarpaz vuraram. 3A çıxılsın 3B bərabərdir A üstə gəl B-yə. A-nı sol tərəfə, bunu sağ tərəfə atsaq 3A çıxa bərabərdir B üstə gəl 3B. Yəni 4A bərabərdir, daha doğrusu 2A bərabərdir 4B-yə. Hər tərəfdə 2-yə bölsəm alaram A bərabərdir 2B. A-nın 2B olduğunu tapdım burada. Bizdən nə istəyirdi? A bölünsün B-nin qiymətini istəyirdi. A-nın qiyməti 2B olduğuna görə 2B-ni B-yə böləndə cavabda nə alacam? 2 alacam. 41-ci sualın cavabı olacaq 2. Baxaq 42-ci tapşırığa. Tangens alfa üstə gəlsin 30 bərabərdir 1-ə. Alfamız birinci rübün bucağıdır. Bu misalın, yəni ki, bizdən nə istəyir? Bunu istəyir. Onun həllinə keçməmişdən öncə tangens bilirik ki, neçə dərəcədə 1 alır? Tangens 45 dərəcədə 1 alır. Deməli, alfa üstü bura 45 olmalıdır. Alfa üstə gəlsin 30, 45-ə bərabər olmalıdır. Onda alfanın qiyməti 15 dərəcədir. Həqiqətən də 0 ilə də 90 arasındadır. Alfanı tapdıq. Burada haradakı alfa görürük, yerinə 15 yazırıq. 2 sinus 75 üstə gəl 15 üstə gəl 10 kosinus 75 çıxılsın 15 bərabərdir. 2 sinus 75 ilə 15-i toplayanda 90 üstə gəl
10 kosinus 75-dən 15 çıxanda 60 dərəcə. Ki, sinus 90-da alır 1. Kosinus 60-da alır 2-də 1. 2 üstə gəl, bunları da ixtisar etsəm 5. Cavab alaram neçə? 7. 42-ci sualın cavabı oldu 7. Baxaq 43-cü tapşırığa. Tangens alfa bölünsün 2 sıfıra bərabərdir. Alfamız 0 ilə 90 dərəcənin arasındadır. Biz bilirik ki, tangens 0-ı neçə dərəcədə alır? Tangens 0-ı alır 0-da, bir də 180-də. Deməli, cavabımız 0 dərəcədir. Deməli, alfa bölü 2 də 0-a bərabər olmalıdır. Alfanın qiyməti elə 0-dır, dərəcədir. Gətirib yerinə qoysaq, 9 sinus 0 üstə gəl 30 dərəcə, üstə gəl 11 vurulsun, kosinus 60 çıxılsın 0 dərəcə bərabərdir. Bu edəcək 9 sinus 30 üstə gəl 11 kosinus 60. Sinus 30-da alır 2-də 1. Kosinus 60-da da alır 2-də 1. 2-də 9 üstə gəlsin. 2-də 11 bizə verir 2-də 20. 20-ni də 2-yə bölsəm cavabda alaram 10. Deməli, bu sualın da cavabı olacaq 10. Baxaq 44-cü tapşırığa. Uyğunluğu müəyyən edin. Deməli, birincidə deyir ki, sinus alfa 0-dan böyüdür, kosinus alfa 0-dan kiçikdir. Birinci rübdə siz rübləri yazaq. Deməli, birinci rüb, ikinci rüb, üçüncü rüb, dördüncü rüb. Buradan yazaq sinus, buradan yazaq kosinus, buradan yazaq tangens, buradan yazaq kotangens. Birinci rübdə sinus müsbətdir, kosinus müsbətdir, tangens müsbətdir, kotangens müsbətdir. İkinci rübdə sinus müsbətdir, kosinus mənfidir, tangens mənfidir, kotangens mənfidir. Üçüncü rübdə bu mənfidir, bu mənfidir, bunlar müsbətdir. Dördüncü rübdə sinus mənfidir, kosinus müsbətdir, tangens mənfidir, kotangens də mənfidir. Deyir ki, sinus müsbətdir, kosinus mənfidir. Sinusun müsbət, kosinusun mənfi olan hansı rübdə görürük? Sinus müsbətdir, kosinus mənfidir. İkinci rübdə. Deməli, 1, 2, 3 kimi göstərsək, 1-ə gələcək A bəndi. İkinci variant. İkinci variantda nə deyir? Tangens 0-dan kiçikdir, kotangens alfa 0-dan kiçikdir. Yəni, bu da mənfidir, bu da mənfidir. İkinci rübdə
İkisi də mənfidir. 4-cü rübdə də ikisi də mənfidir. 2 və ya 4-cü rübün bucaqlarıdır. Deməli, bura gedəcək B variantı. Öz gözümüzlə də görürük bunu. Üçüncü, sinus alfa sıfırdan kiçikdir, kosinus alfa sıfırdan kiçikdir. Deməli, sinusun da mənfidir, kosinusum da mənfidir. Sinusun da mənfi, kosinusum da mənfi, hansı rübdədir? Üçüncü rübdədir. Üçüncü rübdədir D variantında. Deməli, biz A, B və D variantlarından istifadə elədik. Sinus alfanın kosinus alfaya bərabərdir 0, belə bir yoxdur burada şərt. Sinus alfa vurulsun kosinus alfa 0-dan böyükdür. Deməli, mənfini mənfiyə vuranda, bu da mənfidir, bu da mənfidir, müsbət eləyər. Deməli, bu həm də Y variantına uyğun gələr. Bu qədər. Bu 44-cü tapşırığın həlli idi. Baxaq 45-ci tapşırıq. 45-ci tapşırıqda deməli, birincisində tangens alfa 0-dan böyükdür, kotangens alfa 0-dan böyükdür. Deməli, bu da müsbətdir, bu da müsbətdir. Baxırıq görək, ikisinin də müsbət olduğu hansıdır? Birinci rübdə və üçüncü rübdə. Birinci və üçüncü rüb haradadır? Y variantında. Birinciyə getdi Y variantı. İkincidə sinus alfa 0-dan kiçikdir, kosinus alfa 0-dan böyükdür. Deməli, bu mənfidir, bu isə müsbətdir. Sinusun mənfi, kosinusun müsbət olduğu görürük ki, 4-cü rübdədir. 4-cü rübdə hansı variantdadır? A variantındadır. Baxaq üçüncüyə. Deməli, Y ilə A bəndi getdi. Sinus alfa 0-dan böyükdür, kosinus alfa 0-dan böyükdür. Yəni, bu da müsbətdir, bu da müsbətdir. Sinusun da, kosinusun da müsbət olduğu rüb yalnız birinci rübdür. Yalnız birinci rübdə hansı variantdadır? B variantındadır. Deməli, 3-ə gedəcək B variantı. Bu getdi. Qaldı C ilə D. Tangesinə kotangesin qiyməti 0-a bərabərdir, hasidir. Yoxdur belə bir şərt burada. Sinus alfanın kosinus alfaya vuranda 0-dan kiçikdir. Deməli, sinusu kosinusa vuranda, mənfini müsbətə vuranda ikinci variantda görürük ki, 0-dan kiçik olacaq. Yəni, 2-yə D variantı da əlavə olaraq yazılmalıdır. Cavablarımız bu olacaq. Keçək 46-cı tapşırığa. Bunu götürək, bu bizə lazım olacaq. Deməli, alfa birinci tapşırıqda verib ki, 46-da alfa 75 dərəcədir. Alfa 75 dərəcədirsə, deməli, alfa 75 dərəcədirsə, deməli, sinus alfa müsbətdir, kosinus alfa müsbətdir, tangens alfa müsbətdir, kotangens alfa müsbətdir. Birinci rübün bucağıdır, hamısı müsbətdir. Kosinus alfa vur kotangens alfa 0-dan böyükdür. Birinci şərtə görə, bəli. Kosinus alfa vur kotangens alfa ikisi də müsbət olduğuna görə həqiqətən də doğrudur. 1-ə gedəcək A bəndi. Yəni, burada hamısı müsbət olmalıdır. Yoxdur elə bir variant. A-dan başqa yoxdur. A ilə qutardıq. İkincidə alfa bərabərdir 210.
210 sinüs alfam olacaq işarəsi 210 neçənci rübə düşür? 2-cü, deməli 3-cü rübə düşür, mənfidir. Kosinüs alfam mənfidir. Tangens alfam müsbətdir. Kotangens alfam müsbətdir. Bu gedib. Sinüsü kosinüsə vuranda mənfi. Yox, sinüsü kosinüsə vuranda müsbət edir. Çünki mənfini mənfiyə vuranda müsbət. B uyğun gəlmir. Sinüs alfa ilə kosinüs alfanı toplayanda sıfırdan kiçik olacaq. Bəli. 2 dənə mənfini toplasam, sıfırdan kiçik olacaq. Deməli, bura C variantı uyğun gələr. C variantı getdi. Tangens alfa ilə kotangens alfanı toplasam sıfırdan kiçikdir. Xeyr, ikisi daxil müsbətdir bunların. 2 dənə müsbəti toplayanda müsbət verər. Bu deyil. Sinüs alfanı tangens alfaya vuranda sıfırdan kiçik edər. Mənfini müsbətə vuranda sinüsün mənfidir, tangensin müsbətdir. Neyə? Sıfırdan kiçik edər. Deməli, bura Y variantda uyğun gəlir. Y variantda getdi. Bir dənə qaldı 3-cü. 3-cüdə alfa 316-ya bərabərdir. 316 4-cü rübün bucağıdır. Deməli, sinüs alfam mənfidir, kosinüs alfam müsbətdir, tangens alfam mənfidir, kotangens alfam mənfidir. 4-cü rübdə. Bu 3-cü rüb idi, bu da 1-ci rüb idi. B variantını yoxlayaq. Sinüs alfanı kosinüs alfaya vuranda sıfırdan kiçikdir. Yəni, mənfini müsbətə vuranda sıfırdan kiçikdir. Bəli, doğrudur. Tangens alfa ilə kotangens alfanı toplasam sıfırdan kiçik olar. Yəni, 2 dənə bu mənfini toplasam sıfırdan kiçik olar. Bəli, bu da doğrudur. Bununla da trigonometriya mövzusunun birinci hissəsinin bütün sualların izahına bir yerdə baxdıq. Videolarımızı bəyənib kanalımıza abunə olmağı unutmayın. Gələn mövzularda görüşmək diləyinə. Sağ olun.